Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə asan, bol bərəkətli mürəbbə suyundan istifadə edərək pirog hazırlayıram. Deyim olar ki, qış gəldikdə bütün evlərdə mürəbbə suyu artıq qalır. Həmin artıq qalan mürəbbə suyunu piroqda istifadə edirik. Qabı otaq temperaturunda olan 3 ədəd yumurta, 200 qramlıq stəkan ölçüsündə 1 stəkan şəkər tozu, 1 çimdik duz əlavə edib mikserlə bir qədər çalırıq. Bir qədər çaldıqdan sonra belə bir kütlə alındı. Alınan kütlənin üzərinə 100 ml, yəni yarım stəkan duru yağ və yarım stəkan süd əlavə edirəm. Mən armud stəkanla əlavə etdim. Yəni bir armud stəkan 100 ml-dir. Əgər süd yoxdursa, qatıqdan da istifadə edə bilərsiniz. Evdə olan hər hansı bir mürəbbənin suyundan istifadə edə bilərsiniz. Mən bugün çəllək mürəbbəsinin şirəsindən istifadə edirəm. 200 ml əlavə etdikdən sonra çırpma teli ilə qarışdırırıq. Öncədən elədiyim 1 stəkan un və qabartma tozu əlavə edirəm. Mən vanildən istifadə etmədim. Daha 2 stəkan un əlavə edirəm və qarışdırıram. Ümumilikdə piroqun xəmirində 3 stəkan undan istifadə etdik. Xəmir nə sıyıq, nə də qatı bir xəmir deyil. Belə bir qatlıqda xəmir alındı. Xəmiri öncədən yağladığım soba listinə əlavə edirəm. Tavanın içərisində silikon qaşıqla hər tərəfə bərabər yayıram. Sonda üzərinə xırdalanmış qoz əlavə edirik. Siz sadə də hazırlaya bilərsiniz. Öncədən isidilmiş sobada 170-180 dərəcə temperaturda bişiririk. Ara bir çöplə yoxlayırıq. Əgər çöp quru çıxarsa, deməli piroq hazırdır. Piroq 40 dəqiqəyə bişib hazır oldu. Tam soyduqdan sonra dilimləyib süfrəyə verə bilərsiniz. Dadlı, bol bərəkətli, yumşaq, gözəl bir piroq alındı. Sizlər də evdə olan ərzaqlarla rahatlıqla hazırlaya bilərsiniz. Videonu bura qədər izlədinizsə, bizə dəstək üçün videonu bəyənib, kanala abunə olmağı və fikirlərinizi şərh bölümündə bizə qeyd etməyi unutmayın. Hələlik.